videomuzun ikinci hissəsinə qaldığımız yerdən davam edək. İndiki mövzumuz isə olur Şəddadilər dövləti. Şəddadilər dövləti 971-ci ildə yaranmış, 1088-ci ildə dağılmış bir dövlətdir. Dövlətimizin banisi Əli Ləşkəridir. Və bu dövlətimiz Azərbaycanın şimal torpaqlarını əhatə edir və sonuncu Salari hökmdarını taxtdan salaraq Şəddadi dövləti yaradılır və Şəddadi dövlətinin paytaxtı olur Gəncə şəhəri. Və bununla da Şəddadilər dövləti yarandı. Əli Ləşkərinin dönəmində də dövlətin sərhədləri genişləndirilir və Əli Ləşkəridən sonra hakimiyyətə Fəzil İbn Məhəmməd gəlir. Fəzil İbn Məhəmməd çox istifadə olunur. Ona görə də Fəzil İbn Məhəmmədə xüsusən diqqət edirək. Fəzil İbn Məhəmməd hakimiyyətə gəldikdən sonra Şirvanşahlarla qohumluq, Rəvvadilər və Tiflis müsəlman əmirliyi ilə dostluq münasibətləri saxlayır. Dostluq. Əsas bunları yadımıza saxlayaq. Bir də əlavə olaraq 1027-ci ildə Cəbrayıl şəhərində Xudafərin körpüsünü inşa elətdirir. Xudafərin körpüsü inşa elətdirir. Bundan əlavə olaraq Dəbli plus Beyləqanı birləşdirəcək Şəddadilər dövlətinə. Fəzil İbn Məhəmməddən sonra hakimiyyətə Musa İbn Fəzil gəlir. Musa İbn Fəzilə qarşı Şirvanda qardaşı qiyam qaldırır və Musa bu qiyamın qarşısını almaq üçün Slavyanları ölkəmizə dəvət eləyir. Hansısa bir məntiqlə və ölkəmizə gələn Slavyanlar da kömək yox, dəstək yox, əksinə köstək olurlar və Şirvanı qarət eləyərək geri çəkilirlər. Və bundan sonra hakimiyyətə ikinci Ləşkəri gəlir. Əlavə olaraq bunu deyim ki, bu dövrdə Azərbaycanda Oğuzlar məskunlaşdırılmışdı. Və Oğuzların Azərbaycanda məskunlaşması ölkənin daha da qüvvətlənməsinə və türkçülüyün möhkəmlənməsinə gətirib çıxarmışdı. Və Musa İbn Fəzildən sonra hakimiyyətə ikinci Ləşkəri gəlir. İkinci Ləşkəri hakimiyyətə gəldikdən sonra nə edir? Bizans, Gürcü, erməni feodallarına qarşı Oğuzlarla birlikdə mübarizə aparır və onları məğlub edir. Sonra yenə Səlcuqlarla birləşərək yenə Gürcü, Bizans və erməni birləşmiş qoşunlarına qalib gəlir və onu mənbələrdə görkəmli bir şəxsiyyət kimi vəsf edən şairlərimiz var. Qətran Təbrizində bunlara misal göstərə bilərik. Daha sonra hakimiyyətə Əbuləsvar Şavur gəlir. Əbuləsvar Şavurun dövründə hərbi islahatlar keçirilir və ölkənin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılır. Hansı ki, 1062-ci ildə Gəncə xəndəkləri, 1063-cü ildə Gəncə darvazaları, inşa olunur və dövlətin güclənməsinə bu gətirib çıxarır. Daha sonra isə hakimiyyətə 3-cü Fəzil gəlir. 3-cü Fəzil artıq bizim sonuncu hökmdarımızdır və onun dövründə dövlət 1054-cü ildə Səlcuqların hücumuna məruz qalır, onlardan asılı vəziyyətə düşür və 1088-ci ildə Məlikşahın dövründə bu dövlət tamamilə süqut etmiş olur. İndi isə keçək sonuncu feodal dövlətimiz olan Rəvvadilər dövləti. Dövlətimiz Rəvvadilər dövlətidir. 981-1065-ci illərdə Azərbaycanın cənubunda yaranmış bu dövlətin banisi olmuşdur Əbülhica Rəvvadi. Əbülhica Rəvvadi dövləti 981-ci ildə yaratmış və paytaxtımızı Təbriz şəhəri etmişdir. Təbriz ilk dəfə Azərbaycanın paytaxtı olaraq Rəvvadilər dövlətinin paytaxtı olmuşdur. Daha sonra hakimiyyətə Vəhsudan gəlmiş. Vəhsudan dövründə 1028-ci ildə Azərbaycana 1028-ci ildə 2000 Oğuz ailəsi Azərbaycana köçürülmüşdür və Oğuzların Azərbaycana köçürülməsilə Azərbaycanın türkçülük daha da möhkəmlənmişdir və dövlət bundan sonra daha da güclənmişdir. Lakin 1054-cü ildə bu da Şəddadilər kimi Səlcuqlardan asılı vəziyyətə düşmüş və 1065-ci ildə Səlcuqlar tərəfindən süquta uğradılmışdır. Lakin fərq nədir? Şəddadilər dövlətinin varlığına Səlcuq hökmdarı Məlikşah, Rəvvadilər dövlətinin varlığına isə Səlcuq hökmdarı Alparslan qoymuşdur.
və bu hadisələrdən sonra artıq bizdə feodal dövlətlər tamamilə bitmiş olur və biz yeni bir dövrə qədəm qoymuş oluruq.